Quzuların erkən yaşda kəsilməsi heyvandarlığın inkişafına mənfi təsir göstərir. Təəssüf ki, respublikamızda artıq 3-5 aylıq quzuların kəsilməsi ənənəvi hal alıb. Bu da həmin heyvanların məhsuldarlıq potensialına, ümumilikdə isə sayının azalmasına çox ciddi təsir göstərir. Heç belə quzunu da bıçaq altına göndərmək olar. Onu mənə verin. Ay qızım, bu sənin neyinə lazımdır? Mən Kətli ailəsində anadan olmuşam. 9 uşaq olmuşuq. Təsərrüfatla boya başa çatmışıq. Təhsilimizi də almışıq. 2019-cu ildən sonra Bakı şəhərinə köçmüşəm. Burada da yenə o prinsipi davam elətdirirəm. Düzdür, təsərrüfat az bir balaca təsərrüfat olsa da bunu artırmaq fikrindəyəm. Onu minbaşa çatdırmaq fikrindəyəm. Amma onu çatdırmaq üçün müəyyən maneələr var ki, bu da ki, bugün Bakı şəhərində ən çox 8-12 kiloluq ət olan quzulara meyil daha da üstündür. O da dişi quzuların gələcəkdə hansı ki ana qoyunu olacaq, bala verəcək dişi quzuların kəsilməsi bugün respublikada kət təsərrüfatına böyük zərbədir. Quzu əti yetişməmiş bir ətdir. İnsanlar buna çox meyil göstərirlər, güya ki, kababda yaxşı olur. Amma bunun orqanizm üçün heç bir faydası yoxdur. Elə mütəxəssislər də xırdabuynuzlu heyvanların 8 aydan aşağı kəsilməsini məqsədə uyğun hesab etmirlər. Çünki qoyun əti quzu əti ilə müqayisədə daha yüksək qidalıq dəyərinə malikdir. Bir sözlə, erkən yaşda quzu kəsimi həm iqtisadi, həm bioloji, həm də ərzaq təhlükəsizliyi baxımından arzu olunmaz nəticələrə səbəb ola bilər. Mütəxəssislər, alimlər, bu işi bilən insanlar bunu maarifləndirməni genişləndirmək lazımdır. Yaxşı olar ki, yaşlı heyvan, qoç ətindən, sonra ən çox keçi əti xeyirli bir ətdir. Ətlərin içində onlardan istifadə olunsun. Yetişmiş ətdən istifadə eləsinlər və fermerlər də bunu özləri başa düşməlidirlər ki, bugün nəyəsə görə bir ucdan götürüb quzunu, erkək, dişi hamısını bir yerdən satanda gələcəkdə onların təsərrüfatına özləri öz təsərrüfatlarına zərbə vururlar.